Demək uşaqlar, bölmə 6 kompüterin proqram təminatı ilə davam edirik. Keçən dərsimizdə biz kompüterin aparat təminatı ilə tanış olduq, texniki təminatla tanış olduq. Yadımıza salsaq, kompüter ümumiyyətlə fərdi kompüterlər haqqında danışdıq. Kompüterin baza qurğuları, giriş qurğuları, çıxış qurğuları, yaddaş qurğuları haqqında danışdıq və hər biri haqqında geniş şəkildə məlumat verdim. Yazıcıdadsa, kompüterin aparat təminatına başlayarkən demişdik ki, kompüterin aparat təminatı olmasa, kompüterin proqramının da bir mənası olmayacaq. Yəni, ilk öncə fiziki hissə olmalıdır ki, biz onu çalışdıra bilək, hər hansısa bir əməliyyatları, funksiyaları yerinə yetirə bilək. Eyni ilə proqram təminatı üçün də eyni şey keçərlidir. Yəni, kompüterdə bizim istifadə elədiyimiz istər tətbiqi proqramlar, istər sistem proqramları olmadan o lazımsız bir qutuya çevriləcək. Ona görə də kompüter mütləq istifadəçi üçün lazım olan proqramlarla köhnəlməlidir ki, həmin proqramlar da kompüterin proqram təminatını əhatə edir. Kompüterin proqram təminatı müxtəlif sahələrdə istifadəçilər üçün müxtəlif işləri yerinə yetirir. Yəni, bir kompüter onda olan proqramlardan asılı olaraq mühasib funksiyasını yerinə yetirər, həkim funksiyasını yerinə yetirər, ekspert funksiyasını yerinə yetirə bilər, müəllim funksiyasını yerinə yetirə bilər. Bu, həmin kompüterə yüklənmiş proqramlardan asılıdır. Kompüterin proqram təminatı nə qədər zəngindirsə, kompüter bir o qədər müxtəlif funksiyaları, müxtəlif işləri yerinə yetirəcək. Kompüterin proqram təminatı 3 kateqoriyaya ayrılır. Sistem proqram təminatı, tətbiqi proqram təminatı və proqramlaşdırma alətləri. İlk öncə sistem proqram təminatından başlasaq, sistem proqram təminatı ümumi olaraq kompüterin qurğularını, işini idarə edir, kompüterin proqramlarını idarə edir və kompüterin əsas proqramı olan, sistem proqramının əsası olan əməliyyat sistemi istifadəçi ilə kompüter arasında diyaloq yaradır. Sistem proqram təminatı iki hissəyə ayrılır. Bir, əməliyyat sistemləri, əməliyyat sistemi, bir də xidməti proqramlar. Xidməti proqramların digər adı utilitlərdir. Əməliyyat sistemi kompüterin baza, əsas başlıca proqramıdır ki, əməliyyat sistemi olmadan kompüter digər proqramları da icra edə bilməyəcək. Yəni, ilk öncə bizim kompüterimizdə yüklənmiş istənilən bir əməliyyat sistemi olmalıdır ki, əməliyyat sisteminin sayəsində biz digər proqramları da işlədə bilək, onlardan istifadə edib başqa məsələləri yerinə yetirə bilək. Kompüter elektrik enerjisinə qoşulduqda biz kompüterdə power, güc düyməsini vururuq və bu zaman BIOS adlı proqramlar kompleksi, hansı ki ROM-da daimi yaddaşda yerləşir, əməliyyat sisteminin nüvəsini sərt diskdən və yaxud da hər hansı bir diskdə yerləşibsə, o diskdən götürür, əməliyyat sisteminin nüvəsini götürür və əməli yaddaşa köçürür. Bu zaman əgər hər hansısa bir problem yoxdursa, əməliyyat sistemi başlayır, RAM-da yüklənir və qarşımıza iş masası çıxır. Əməliyyat sistemi yüklənən zaman dedik ki, BIOS əməliyyat sistemini əməli yaddaşa yükləyir. BIOS-un tərkibində olan POST adlı proqram var. POST adlı proqram da əməliyyat sistemi yüklənərkən, yəni iş masası açılarkən, əməliyyat sistemi yüklənərkən kompüterin proqramlarının və qurğularının işlək vəziyyətdə olub-olmamasını yoxlayır. Əgər problem yoxdursa, əməliyyat sistemi normal yüklənəcək və qarşımıza iş masası çıxacaq. Yox, əgər problem varsa, kompüterdən siqnal səsi gələcək. Yəni, xəbərdarlıq gələcək ki, kompüterin hər hansısa bir problem var, əməliyyat sistemi yüklənə bilmir. Demək, BIOS bu işi yerinə yetirir, POST isə qurğuları və proqramları yoxlayır.
Bir də ə, host, hə, BIOS. Bir də boot var ki, bu prosesin yerinə yetirilməsi də boot adlanır. Əməliyyat sistemi yükləndi və qarşımıza iş masası çıxdı. Ondan sonra digər proqramları yerinə yetirə bilər. Əməliyyat sistemi təkcə digər proqramların yerinə yetirilməsini yox, eyni zamanda digər qurğuların, kompüter qurğularının işləməsinə nəzarət edir. İstifadəçi ilə kompüter arasında dialoq yaradır və tətbiqi proqramlar üçün normal informasiya mühiti yaradır. Əməliyyat sistemləri həddindən artıq çoxdur. Bu gün bizim coğrafiyada ən çox istifadə olunan əməliyyat sistemi Windows'dur, MacOS'dur. Mobil telefonlarda isə Android əməliyyat sistemindən istifadə olunur. Əlavə olaraq Unix, Linux, Ubuntu kimi əməliyyat sistemləri də mövcuddur ki, hətta adını sadalamadığımız bir çox onlarla əməliyyat sistemləri mövcuddur ki, bunlardan da istifadə olunur. Biz sizinlə Windows əməliyyat sistemini öyrənəcəyik. Növbəti, yəni kompüterin aparat proqram təminatı bitdikdən sonra əməliyyat sistemləri gəlir. O da ayrıca bir bölmədir. Həmin bölməni keçərkən biz artıq Windows əməliyyat sistemini sizlə öyrənəcəyik. Əlavə olaraq bir də MS-DOS əməliyyat sistemi mövcuddur ki, MS-DOS əməliyyat sistemi Windows əməliyyat sisteminin əcdadı sayılır. 1970-ci illərdə istifadə olunurdu. Yorucu əməliyyat sistemi idi. İstifadəçi istənilən bir əmri, sağın göstəricisinin bir yerdən başqa bir yerə hərəkət etdirilməsini komandalar daxil eləməklə yerinə yetirilirdi. Ondan sonra MS-DOS-un üzərində örtük yaradıldı. Windows adlı örtük yaradıldı və Windows təşkilləşdirildi. Artıq fərdi şəkildə Windows əməliyyat sistemi yarandı ki, Windows NT, Windows 2000, 2002, XP, Windows Vista, Windows 7, 8, 8.1, 8.2, 10, 11 artıq əməliyyat sistemlərindən istifadə olunur. Bu Windows əməliyyat sistemi haqqındaydı qısa məlumat və bu haqqında geniş danışacağıq növbəti bölməmizdə. Əməliyyat sistemləri bir məsələli ola bilər, bir istifadəçili ola bilər. Bu nə deməkdir? Bir məsələli o deməkdir ki, kompüter işlək vəziyyətdə olarkən yalnız bir məsələni yerinə yetirmək mümkündür. Yəni, bir məsələ belədir. Yəni, yalnız tutaq ki, bir PDF açmışsan, onunla məşğul ola bilərsən. Başqa bir iş görməlisin. Deyək ki, Word açıb orada yazı yazmaq üçün sən ki, PDF-i bağlayasan, ondan sonra Word açasan. Bu bir məsələli deməkdir. Bir istifadəçili də o deməkdir ki, bilirsiniz ki, kompüterdə çoxlu istifadəçi adı yaratmaq mümkündür. Artıq bir istifadəçilərdə bunu eləmək mümkün deyildir ki, bir istifadəçi tərəfindən istifadə olunurdu bu şəkildə. Demək olar ki, indiki kompüterlərin əksəriyyəti, əməliyyat sistemlərinin əksəriyyəti daha doğrusu çox istifadəçili və çox məsələli əməliyyat sistemləridir. Əməliyyat sistemləri haqqında bu qədər. Ondan sonra gəlin danışaq utilitlər, arxiv, yəni xidməti proqramlar haqqında. Xidməti proqramlar əsasən biz sizinlə öyrənəcəyik ScanDisk, Disk Cleanup, Disk Defragmenter və yerinə yetirdikləri funksiyalara görə xidməti proqramlar ola bilər. Utilitlər, antiviruslar, ondan sonra kompüterin diaqnostikası proqramları və arxivatorlar. Bir də əlavə olaraq driverlər. Gəlin bunlar haqqında danışmamışdan öncə baxaq şuraya Disk Cleanup nə yerinə yetirir, ScanDisk və eyni zamanda Disk Defragmenter. Bunlar nə işə yarayırlar? Ümumiyyətlə, ScanDisk diskdə olan, diski yoxlayır, diskdə olan problemləri aradan qaldırmaq üçün istifadə olunur. Hər biri haqqında ətraflı növbəti bölmələrdə danışacağıq. Disk Cleanup diskdə olan səhv diskdən söhbət edib təbii ki, diskdə olan lazımsız və müvəqqəti failləri, cache faillərin təmizləməkdən yana istifadə olunur. Disk Defragmenter isə səpələnmiş failləri diskdə klasterlərə optimal şəkildə yığır. Bunların hər biri haqqında yenə deyirəm, ətraflı danışacağıq növbəti bölməmizdə.
Dedik, yerinə yetirdiyi funksiyalara görə müxtəlif olurlar. Bunlar antiviruslardır, aktivatorlardır, driverlərdir, bir də kompüterin diaqnostikası proqramlarıdır. Antiviruslar bilirsiniz ki, kompüterdə olan zərərli virusları, viruslar dediyimizdə kiçik proqramlardır, tapıb onların aradan qaldırmaq və eyni ilə onların kompüterə yoluxmasının qarşısını almaq üçün istifadə olunur. Geniş istifadə olunan antivirus proqramları Avastdır, Norton antivirusdur, SSL32'dir, Panda'dır, Misafe'dir. Bu kimi antiviruslardan geniş istifadə olunur. Bunların içərisində pulsuz yayılanı Avast antivirus proqramıdır. Digər xidməti proqramımız aktivatorlardır ki, bunlar failin içərisində olan, failin yəni məzmununu dəyişmədən onu sıxmağa imkan verir ki, onu istər internet üzərindən, istərsə də daşıyıcılar vasitəsilə bir yerdən başqa yerə daşımaq və ya da göndərmək daha rahat olsun. Bu proqramlara da WinRAR-dır, WinZip-dir, Hamster'dir, bu kimi məşhur proqramlar aiddir. Əlavə olaraq driverlər var. Driverlər də xarici qurğuların işini idarə edir. Yəni, xarici qurğular kompüterə qoşularkən, onun üzərində olan optik diskdə həmin qurğunun proqramı olur. O proqram kompüterə yüklənir və əməliyyat sistemi tərəfindən tanınır. O proqram kompüterə yüklənməsə, əməliyyat sistemi kompüterə qoşulmuş qurğunu tanımayacaq. Təbii ki, bu qurğuların hamısına aid deyil. Plug and play texnologiyası ilə qoşulan qurğular da mövcuddur. Yəni, qoş və işlət bu şəkildə. Gerçi siçandır, klaviaturadır, mikrofondur, bunlara ehtiyac yoxdur. Amma Skyner'dir, Printer'dir, Plotter'dir və digər başqa qurğular var ki, onlar kompüterə qoşularkən mütləq onların driverləri əməliyyat sisteminə tanıdılmalıdır. Yəni, kompüterə, həmin proqram kompüterə yüklənməlidir. Bunlar da driverlərdir. Kompüterin diaqnostikası proqramları haqqında bayaq mən danışdım. BIOS'dur. BIOS'un tərkibində yerləşən host proqramıdır ki, əməliyyat sistemi yüklənərkən kompüterin proqram və qurğularını yoxlayır. Bax, burada sxem şəklində də proqram təminatını təsbit edib, bu şəkildə öyrənəsiniz. Bu oldu 6.1. Ondan sonra gəlir tətbiqi proqramlar. Bu, indiyə qədər danışdığımız proqram təminatının sistem proqram təminatına aid olan hissəsi idi. İndi isə tətbiqi proqramlar haqqında danışırıq. Tətbiqi proqramlar istifadəçiyə müxtəlif məsələlərin həllində köməklik göstərən, yəni müxtəlif məsələləri həll edən proqramlar aiddir. Tətbiqi proqramlar demək olar ki, kompüterin üzərində güclü vəziyyətdə olmur. Onlar istifadəçi tərəfindən sonradan kompüterə yüklənir. İstər internet üzərindən olsun, istər də optik disk şəklində və yaxud da digər daşıyıcıdan kompüterə yüklənmək formasında kompüterə köklənir. Tətbiqi proqramları bir neçə kateqoriyaya ayrılır və növbəti bölmələrimizdə bunların hər biri haqqında danışacağıq. Mətn redaktorlarıdır, elektron cədvəllərdir, təqdimat proqramlarıdır, verilənlər bazasının idarə etmə sistemləridir, qrafik redaktorlardır, nəşriyyat sistemləridir, kompüter oyunları və öyrədici proqramlardır. Bunlar tətbiqi proqramlara aiddir. Hər biri haqqında qısaca məlumat verək. Növbəti bölmələrimizdə demək olar ki, bunların əksəriyyəti ilə ayrı-ayrı bölmə şəklində danışacağıq. İlk öncə mətn redaktorları haqqında danışdıq. Mətn redaktorları istifadəçiyə kompüterdə istənilən formatlı mətnlərin yığılması, redaktə olunması, formatlanması, yaddaşda saxlanılması və yaxud da printer vasitəsilə çap olunmasını köməklik göstərən proqramlardır. Mətn redaktorları bir də mətn prosesorları şəklində ifadə olunur. Mətn prosesorları daha geniş anlamdadır. Yəni, mətn prosesorları vasitəsilə biz formatlamanı yerinə yetirdiyimiz halda
mətn redaktorları vasitəsilə yalnız redaksiya işlərini həyata keçirə bilirik. Mətn redaktorlarına, bu ümumi mətn redaktorları deyilir, bunlar mətn prosesorları yəni nəzərdə tutulur. Microsoft firmasına aid olan Word-dür, ondan sonra WordPad-dir, bir də OpenOffice firmasına aid olan Writer proqramıdır ki, bu proqramlar mətn redaktorlarına aid. Ondan sonra gəlir elektron cədvəllər. Elektron cədvəllər əsasən maliyyə, statistik hesablamaların aparılmasında və eyni ilə cədvəllərlə işləmək üçün istifadə olunan tətbiqi proqramlardır. Biz bu cədvəllərin xanalarında verilənləri daxil edib və yaxud da onları üçün funksiyalar qurub, müxtəlif hesablamalar apara bilərik və eyni zamanda verilənlərin, cədvəl şəklində olan verilənləri diaqramlar vasitəsilə əyənləşdirməyə imkan yaradır elektron cədvəllər. Elektron cədvəllərə də aiddir Microsoft paketinə aid olan Excel və OpenOffice Word paketinə aid olan OpenOffice Calc. Bir də əlavə olaraq Lotus 1, 2, 3 adlı tətbiqi proqramlar var ki, onlar vasitəsilə də elektron cədvəllərdə işləmək olar. Bunların içərisində geniş yayılmışdır. Microsoft şirkətinə aid olan Excel proqramıdır ki, eyni ilə istər Word olsun, istər Excel olsun, ayrı-ayrı bölmə şəklində bunlarla tanış olan. Ondan sonra gəlir təqdimat proqramları. Təqdimat proqramları müxtəlif iclaslarda, auditoriyalarda, görüşlərdə, yığıncaqlarda auditoriya, dinləyicilərə informasiyanı daha kombinə şəkildə, daha əyani şəkildə təqdim etmək üçün istifadə olunur. Burada bir neçə formada olan informasiyanı eyni zamanda təqdim etmək mümkündür. Bu mətn olar, ədəd olar, video olar, səs olar, şəkil olar. Bunu təqdim eləmək üçün ilk öncə təqdimat proqramı açılır. Təqdimat proqramı bunlara aiddir. Microsoft PowerPoint və OpenOffice Impress. Əsasən bu proqramlardan istifadə olunur. Bu proqramlardan istifadə eləməklə informasiya slaydlar şəklində hazırlanır və proyektor vasitəsilə dinləyicilərə çatdırılır. Ondan sonra gəlir qrafik redaktorlar. Qrafik redaktorlar haqqında biz sizlə geniş danışmışıq, geniş keçmişik bunları. Qrafik redaktorlar demişik ki, görüntülərin yaradılması, redaksiya olunması, çap olunması, eskizlərin cızılması, montaj işlərinin aparılması üçün istifadə olunur. Ekranda görüntünün yaradılması prinsipinə görə qrafik redaktorlar raster, vektor və fraktal formada ola bilər. Raster'a aid olanlar Photoshop, Paint, TuxPaint, ondan sonra GIMP, bu kimi proqramlar raster'a aiddir. Vektora aid olanlar isə CorelDRAW, Adobe Illustrator, Macromedia Freehand aid edilir. Ondan sonra gəlir nəşriyyat sistemləri. Nəşriyyat sistemləri qrafik redaktorların və mətn redaktorlarının işlərini, ikisinin də yəni iş prinsipini özündə saxlayan sistemlərdir. Burada həm mətn, yəni əsasən broşuraların, jurnalların yaradılmasında istifadə olunur. Yəni həm mətn, həm də qrafikdən biz istifadə eləmək istəyiriksə, nəşriyyat sistemlərindən istifadə edirik. Nəşriyyat sistemlərinə də aiddir QuarkXPress, Adobe InDesign və Scribus proqramları. Verilənlərin böyük verilənlər bazasında işlənməsi, saxlanması, redaksiya olunması üçün verilənlər bazasını idarə etmə sistemlərindən istifadə olunur. Verilənlər bu 10 haqqında da ayrıca bölümü olaraq danışacağıq. Verilənlər bazasına aiddir Microsoft Access, MySQL, Oracle, Foxbase, DBase, Sybase və digər proqramlar. Ondan sonra gəlir proqramlaşdırma alətləri. Proqramlaşdırma alətləri özündə sistem və tətbiqi proqramları yaradan vasitələri saxlayır ki, biz bu proqramlaşdırma alətlərindən istifadə eləməklə istər sistem
proqram təminatına aid olan proqramları, istərsə də tətbiqi proqram təminatına aid olan proqramları hazırlaya bilərik. Proqramlaşdırma alətlərində, yəni bu proqramların hazırlanması üçün proqramlaşdırma dillərindən istifadə olunur. Müxtəlif proqramlaşdırma dilləri mövcuddur ki, yəni onlarla proqramlaşdırma dili mövcuddur. Bunlar müxtəlif təyinatlıdır, yəni müxtəlif sahələrdə müxtəlif proqramlaşdırma dillərindən istifadə olunur. Proqram ilk öncə yazılarkən bu maşının başa düşdüyü dilə çevrilməsi üçün translatordan, yəni tərcümə edəndən istifadə olunur. Translatorlar iki cür olur. Bir interpretatorlar, bir də kompilatorlar. Interpretatorlar sətr kod yazıldığı kimi onu maşın dilinə tərcümə elədiyi halda, kompilatorlar isə ümumi kod yazılıb bitdikdən sonra özü yadında saxlayır və maşının dilinə tərcümə eləyir. Hər birinin özünə məxsus üstün cəhətləri mövcuddur. İnterpretatorların üstün cəhəti odur ki, istifadəçi kodu yazarkən dərhal səhvinə baxa bilir, onu yerindəcə aradan qaldıra bilir. Kompilatorun da üstün cəhəti ondan ibarətdir ki, hər dəfə, yəni səhv elədiksə, bir də təzədən geri qayıdıb kodları yazmağa ehtiyac olmur. Çünki o həmin kodları yazıldığı kimi öz yaddaşında da eyni zamanda saxlayır. Proqramlaşdırma dilləri yüksək səviyyəli olur, bir də aşağı səviyyəli olur. Aşağı səviyyəli dillərə assembler adlı proqramlaşdırma dili aiddir. Digər dillər isə yuxarı səviyyəli dillər aid edilir. Bu arada interpretatorlara aiddir Basic, Python, Logo, kompilatorlara isə aiddir C, C++, C++, CDS, Pascal və digər proqramlaşdırma dilləri. Bu da oldu kompüterin proqram təminatı. Deyəcəm. Demək, 7-ci bölmə əməliyyat sistemi ilə davam edirik. Biz sizinlə keçən dərsimizdə proqram təminatını keçəndə dedik ki, sistem proqram təminatının başlıca proqramları, başlıca proqram kompleksi, belə deyək, əməliyyat sistemidir. Əməliyyat sistemi istifadəçi ilə kompüter arasında dialoq yaradır, tətbiqi proqramlar üçün normal informasiya mühiti yaradır, kompüterin qurğularını və digər proqramlarını idarə edir. Yəni, ona görə də əməliyyat sistemi başlıca proqramdır. Əməliyyat sisteminə aiddir Windows əməliyyat sistemi, Linux, Unix, ondan sonra indi istifadə olunmur MS-DOS əməliyyat sistemi 70-ci illərdə istifadə olunurdu. İndi istifadə etdiyimiz Windows-un əcdadıdır. Yəni, Windows 10 üzərində qurulub, həmənki o MS-DOS əməliyyat sisteminin üzərində. Sizin, yəni biləcəyiniz, sizin çərçivədə olanlar bunlardır və digərləri MacOS, yəni ki, Android bunlardır əməliyyat sistemi. Biz sizinlə əməliyyat sistemi olaraq Windows əməliyyat sistemini öyrənəcəyik. Windows əməliyyat sistemi haqqında keçən dərs müəyyən qədər məlumat vermişdim. MS-DOS əməliyyat sistemi bir istifadəçili əmrli interfeysə malik idi. Yəni, istənilən əməliyyatı istifadəçi klaviaturadan daxil etməklə kompüterə komandalar verirdi. Bu da istifadəçi üçün çox yorucu idi. Elə təsəvvürlər ki, Python'da proqram yazırsınız. Bax, onun yəni algoritmində hər bir addımı dəqiq yerinə yetirmək lazımdır ki, deyək ki, hər hansısa bir kompüter əməliyyatı yerinə yetirsin. Bu çatışmazlıqları aradan qaldırmaq üçün Windows örtüyü yaradıldı. Artıq Windows örtüyü deməyək ona, MS-DOS-un üzərində örtü. Həmin örtü isə təkmilləşdirilərək Windows əməliyyat sistemi yarandı. 95, 98 Windows'dan söhbət gedir. 2000, ME, NT, XP, XP-dən əvvəl 2002, 2003, XP, Vista, Windows 7, 10 və 11. 12 üzərində də işlənir. Hətta deyərəm ki, var Windows 12 əməliyyat sistemi.
Bunlar yalnız Windows'un təbii ki versiyalarıdır. Biz digər əməliyyat sistemləri haqqında yəni sizin tərkibə uyğun olaraq danışmıyoruz. Windows'da adını hardan götürüb pəncərələr, yəni bu təsadüfi deyil. Biz fayl açanda, qovluq açanda, proqram açanda bir çox əməliyyatı yerinə yetirəndə həmin yerinə yetirdiyimiz əməliyyatlar pəncərələrdə açılır. Məhz bunun da adı Windows oradan gəlir. Əməliyyat sistemi, ümumi olaraq əməliyyat sistemi haqqında bu qədər. Windows əməliyyat sistemində bu arada biz ən çox işləyirik simgələrlə, menyularla, pəncərələrlə. Pəncərələr haqqında danışdıq. Simgələr də bax, iş masası açılır. İş masası açıldıqda qarşımıza çıxan bax, bu kiçik şəkillər, elementlər, simgələr adlanır. Təbii ki, bunlar standart olmur. Bunu istifadəçi öz istədiyi kimi yığa bilir, amma standart halda deyək ki, ZIS-PC, kontrol panel, bu da istifadəçi qovluğu. Bunlar standart olur. Recycle bin eyni zamanda. Bunlar standart olur, amma digərləri istifadəçinin istəyinə uyğun iş masasına yerləşdirilir. Bir də menyu haqqında danışdıq. Menyular da seçimi olan siyahılardır. Həmin siyahılarda biz müəyyən komandalar olur ki, o komandaları sıxıldатmaqla kompüterin yerinə yetirməsinə vəsilə oluruq. Menyular haqqında da danışacağıq. 7 Windows əməliyyat sistemi idi. Ümumi olaraq əməliyyat sistemi haqqında məlumat veririk. 7.1 fayl və qovluqlar, pəncərələr. Bunlar haqqında biraz danışaq. İstənilən tipli fayl kompüterə daxil olarkən diskretləşdirilir. Yəni, kompüterin başa düşdüyü formaya çevrilir. Və istənilən tipli, fərqi yoxdur, mətindir, ədəddir, videodur, qrafikdir, nə bilim axı, verilənlər bazası. Bunların hamısı 0-1-lərlə kodlaşdırılaraq kompüterdə fayllar şəklində saxlanılır. Yəni, fayl kompüterdə müəyyən ad altında saxlanılan veriləndir. Bu verilən də müxtəlif tiplərdə ola bilər. Fayllar kompüterə internetdən də yüklənə bilər. Hər hansısa bir daşıyıcı vasitəsilə də kompüterə yüklənə bilər. Və yaxud da kompüter istehsal olunarkən də onun üzərində ola bilər. Faylları biz nizamlı şəkildə saxlamaq üçün qovluqlardan istifadə edirik. Yəni, təsəvvürlərin biz qovluqlardan istifadə eləməsək, fayllar qarmaqarışıq şəkildə olacaq və biz onları tapmaqda çətinlik çəkəcəyik. Faylları nizamlı şəkildə yığmaq üçün qovluqlardan istifadə edirik. Faylın özü iki hissədən ibarət olur. Faylın adından, bir də faylın uzantısından. Faylın uzantısı faylın tipini, soyadını yəni bildirir. Faylın uzantısı faylın adından nöqtə ilə ayrılır. Biz kompüterə fayl yerləşdirərkən həmin fayla öz istəyimizə uyğun ad veririk. Amma faylı adlandırarkən müəyyən qadağalar var ki, biz həmin o simvol baxımından müəyyən qadağalar var ki, həmin simvollardan faylın adlandırılmasında istifadə edə bilmərik. Həmin simvollar sual işarəsi, qoşa nöqtə, dırnaq, böyükdür, kiçikdir, düz xət, sağa əyri xət, sola əyri xət. Ulduzu dedim, yoxsa demədim, bilmirəm, ulduz sual işarəsi. Bir də bunlar. Bu simvollardan istifadə etməyimizə əməliyyat sistemi icazə vermir. Ona görə ki, həmin simvolların kompüterdə özünə məxsus funksiyaları mövcud. Faylı adlandırarkən faylın adında maksimum 255 simvoldan istifadə edə bilərik. Bu saydığımız qadağalar eyni ilə qovluğa da aiddir. Qovluğu da adlandırarkən bu simvollardan istifadə edə bilmərik. Qovluqla faylın fərqi orasına ki, qovluğun uzantısı olmur. Yəni, niyə faylın uzantısı olur, qovluğun olmur? Səbəbi odur ki, faylın uzantısı olur ki, faylın hansı tipə aid olduğunu biz müəyyən eləyə bilək. Windows əməliyyat sistemində biz müxtəlif tip fayllarla işləyirik. Bu, mətin faylları ola bilər, icra faylları ola bilər, elektron cədvəllər ola bilər, təqdimat faylları ola bilər, verilənlər bazası ola bilər, arxiv faylları ola bilər. Bunlar hər birinin
özünə məxsus uzantıları var və biz o uzantıları mütləq fərqləndirməliyik ki, həmin faylın hansı tipli olduğunu müəyyən edə bilər. Burada göstərilən cədvəldə təbii ki, faylların bəziləri verilir. Biz bunların daha geniş formasını sizinlə öyrənəcəyik. Daha geniş deyəndə, yəni daha geniş forması əlbəttə mövcuddur. Sizin çərçivədə budur və bundan biraz artıqdır. Məsələn, PPT, PPTX, burada POTX də var. Ondan sonra WAV-dır, MP3-dür, səs fayllarına aid olan, əlavə olaraq AU var. AV, MPG, PLV, MP4 məsələn video fayllarında var. Doc, DocX, PPT, DocX, RTF, hətta mətn fayllarında var. BMP, JPG, PNG, GIF, TIFF uzantıları mövcuddur. Bunun ən azı bunları əzbər bilməliyik. Biz dedik ki, qovluqları nədən yana istifadə edirik? Faylları yerləşdirməkdən yana istifadə edirik. Təbii ki, biz qovluğun içərisində yalnız fayl yox, eyni zamanda qovluqda yerləşdirə bilərik. Bu zaman faylın içərisində, qovluğun içərisində olan digər qovluqlar iç şəkildə yerləşir. Nəzərə almalıyıq ki, eyni adlı faylı və yaxud da qovluğu bir qovluğun daxilində saxlaya bilmərik. Yəni, ən azı bir simvol fərqlənməlidir ki, onları biz eyni yerdə saxlaya bilərik. Demək, bir də əlavə olaraq faylın simgəsi, hər faylın simgəsi üzərində onun aid olduğu tipin şəkli olur ki, istifadəçi ilk baxışda onun hansı tipə aid olduğunu görə bilsin. Faylın yol anlayışına baxsaq, kompüterdə olan faylların hər biri iyerarxik struktura malikdir, yəni hər biri bir-birindən asılıdır. Iyerarxik, bilirsiniz ki, yəni ağaca əsaslanır, yəni valideyn-övlad münasibətinə. Ümumiyyətlə, hər bir fayl hər hansısa bir qovluqda yerləşir. Həmin qovluq hər hansısa bir qovluqda yerləşə də bilər, yerləşməyə də bilər və son qovluq isə kompüterin diskində, sərt diskində yerləşir. Ona görə də faylın yolu anlayışı deyəndə, faylın yerləşdiyi disk bu C, D və ya da digər hər hansısa bir disk ola bilər, sistemdə ola bilər, qeyri-sistemdə ola bilər. Faylın yerləşdiyi diskin adı verilir, ondan sonra qoşa nöqtə və bir-birindən sola əyri xəttlə, sola əyri çizgi də deyilir buna, sola əyri xəttlə ayrılan qovluqlar və ən sonda da faylın özü yerləşir. Yəni, bir faylın adı var, faylın tam adı var, bir də fayla gedən yol var. Fayla gedən yol, bayaq sadaladığım diskdən fayla qədər olan hissədir. Faylın yolu və yaxud da faylın tam adı dedikdə isə fayla gedən yolu və faylın öz adını birlikdə götürülür. Bax, bu diski baxsanız əgər, C diski, yəni hal-hazırda açdığım bax bu PDF, C məntiqi diskində yerləşir. Abituriyent qovluğunda, həmin abituriyent qovluğunun vəsait qovluğunda yerləşir və adı isə nədir? Nəzəriyyə, uzantısı isə PDF. Bu şəkildə. Bax, bu faylın tam adını biz desək, C diski, abituriyent qovluğu, vəsait qovluğu, nəzəriyyə.pdf. Tam adı budur. Amma fayla gələn yol desək, C diski, abituriyent qovluğu və vəsait qovluğu. Artıq fayla gedən yolda faylın öz adını nəzərə almır. Bu belə. Hər hansısa bir simgə üzərinə, bu siçanın hal-hazırda görürsünüz, göstəricisini gətirdikdə, bu siçanın oxu, siçanın göstəricisi müxtəlif proqramlarda və ya da müxtəlif situasiyalarda müxtəlif tür görünə bilər. Yəni, hər hansısa bir proqramı açmamışsa, burada ox şəklində olur. Kursor rolunu oynayırsa, deyək, yazı yazırsa, bu rolu oynayır. Web səhifələrdə bu rolu oynayır. Hər hansısa bir proqramı, qovluğu, faylı açarkən onu gözləyiriksə, bax, bu şəkildə olur. Siçan haqqında
kompüterin aparat təminatında geniş danışmışıq. Demişdik ki, üzərində 2 düymə olur. Bunlardan sol əsas düymə, sağ isə əlavə düymədir. Sol düymənin bir dəfə vurulması bir sıxıntı. Bu nədən yana istifadə olunur? Obyekti seçdirməkdən istifadə olunur. 2 dəfə vurulması isə 2 qat sıxıntı adlanır. Obyekti açmaqdan yana istifadə olunur. Sağ düymə isə əsasən kontekst menusunu açmaqdan yana istifadə olunur. Siçanın göstəricisinin hər hansısa bir obyekt üzərinə gətirib, hər hansısa bir düyməsini sıxmadıqda isə həmin obyekt haqqında bizə müəyyən məlumat verir. Baxın, iş masasında mən siçan göstəricisini gətirdim bu qovluğun üzərinə. Bu qovluğun ilkin baxışda, yəni siçan heç bir düyməsini sıxmadan düzbucaqlı bir çərçivə açılır. Həmin çərçivədə bu obyekt haqqında bizə məlumat verir. Bu şəkildə bunlar haqqında danışdıq. Bir də qovluq haqqında əlavə məlumat verim ki, qovluqlar 2 cür olur. Bir, adi qovluqlar, bir də xüsusi qovluqlar. Adi qovluqlar istifadəsinin yaratdığı qovluqlardır və sarı rəngdə olur. Bax, hal-hazırda gördüyünüz bunlar sarı rəngdə olanlar istifadəsinin, yəni mənim yaratdığım qovluqlardır. Bir də xüsusi qovluqlar var ki, xüsusi qovluqlarda özlərinə məxsus öz şəkilləri olur. Hər simgənin öz şəkili olur ki, bu da sistem tərəfindən təyin olunur. Adi qovluqlar da bir neçə kateqoriyada ola bilər. Tutaq ki, mən adi qovluğun içərisindən qrafik obyekt yerləşdirmişəmsə, görünüşündə şəkil görsənəcək. Yəni, birinci hansı qovluğun içərisində hansı şəkil birinci gəlirsə, o qovluğun eskizi şəklində görsənəcək. Video həmçinin, mətn həmçinin. Yəni, ilk baxışda adi qovluğun içərisində nəyin olduğunu bizə çatdırmaqdan yana bu şəkildə görsənir. Əlavə olaraq Explorer proqramında bayaq bunlar haqqında danışdıq. My Computer istifadəçi qovluq, kontrol panel və Cycle Bin. Bunların hər birini siz bilirsiniz. My Computer ümumiyyətlə nədən yanadır? Kompüterdə olan disklərə, yaddaş qurğularına baxmaqdan yana, əsasən onlara baxmaqdan yana istifadə olunur. İstifadəçinin yaratdığı, istifadəçinin şəxsi qovluğudur. Əməliyyat sistemi qurularkən əməliyyat sistemi təyin eləyir. Təbii ki, biz bunun adını sonradan dəyişə bilirik. Kontrol panel, idarəetmə paneli isə indi biraz əvvəldə, yəni biraz sonda kontrol paneli haqqında tam ətraflı danışacağıq. Sazlama, köhləmə işlərini yerinə yetirməkdən istifadə olunur. Kompüterdə hər hansı uzaqlaşdırılmış fayl, proqram, qovluqlar çöp qutusunda yerləşir. Bunlar təbii ki, sonradan bərpa etmək də mümkündür. Əgər shift delete ilə silinibsə, onu qaytarmaq üçün əlavə proqram lazımdır. Amma yox, əgər birbaşa delete ilə əgər silinibsə, gəlib kontrol recycle binə düşür ki, recycle bindən də qaytarmaq mümkündür. Ondan sonra libraries qovluğu virtual qovluqdur. Digər qovluqlara keçid linkləri burada yerləşir ki, özləri olmur, sadəcə linkləri olur ki, digər qovluqlara keçidi təmin edir. Əlavə olaraq qısa yol anlayışı var. Qısa yolda orijinal deyil, yəni hər hansısa bir orijinal obyektin, bu proqram da olar, qovluq da olar, fayl da olar, ona keçidi bildirir. Həzmi 1 kilobayt ilə 4 kilobayt arasında dəyişir. Əsasən iş masasına həzmi çox ağır olan obyektlərin iş masasında qısa yolunu göstərməkdən istifadə olunur. Siz bilirsiniz ki, kompüterdə yüklü olan hər hansısa bir proqram kompüterin sistem diskində, yəni C diskində yerləşir. Bu zamanda biz hər yüklədiyimiz C diskində olsa, C diskdə sistem diski olduğuna görə kompüterdə yavaşlama baş verəcək. Amma iş masası da birbaşa C diskinə bağlı olduğu üçün biz də tez-tez istifadə elədiyimiz iri həcmli obyektləri iş masasında görmək istəyirik. Bu zaman nə edirik? Onun özlərin
D diskində yerləşdiririk və qısa yolların çıxardıb iş masasında qoyuruq ki, onlara birbaşa keçidi elə iş masasından təmin eləyə bilək. Qısa yolla orijinalın fərqi orasındadır ki, qısa yolun orijinalın həcmi nə qədər çox olursa olsun, qısa yolun həcmi 1 kilobayt ilə 4 kilobayt arasında dəyişir, yəni çox kiçik bir həcmdir. Görünüş cəhətdən isə sağ aşağı küncündə, qısa yolun sağ aşağı küncündə ox işarəsi olur. Aha. Təbii ki, bu əməliyyat sisteminin yeni versiyalarında fərqlənir, yəni ox işarəsinin hansı formada olmağı, harda olmağı. Bax, ox işarəsi varsa, əgər bu demək nədir? Qısa yol. Failin və qovluğun əsas parametrləri adıdır, yerləşdiyi yerdir, həcmidir. Və bir də yalnız faillərdə uzantıdır. Dedik ki, qovluqlarda uzantı olmur. Pəncərələr haqqında danışsaq, hal-hazırda gördüyünüz bu hissə pəncərədir. Pəncərə proqram pəncərəsi də ola bilər, qovluq pəncərəsi də ola bilər, fail pəncərəsi də ola bilər. Amma ümumilikdə biz pəncərə haqqında deyək ki, mən hər hansısa bir qovluq pəncərəsi açıram. Həmin qovluq pəncərəsinin bir başlıq hissəsi olur, başlıq zolağı olur. Başlıq zolağının sağ tərəfində qapatma, tapşırıqlar zolağına yığma, kiçiltmə və böyütmə düymələri olur. Bu hissədə isə menü zolağı olur. Mərkəzi hissə isə iş sahəsi adlanır. Digər halda pəncərələr hansı formada olar? Əməliyyat sistemində bir neçə cür pəncərə növü var. Məsələn, dialoq pəncərəsi var ki, əməliyyat sistemi ilə istifadəçi arasında dialoq yaradır. Əməliyyat sistemi ilə istifadəçi arasında interfeys yaradır. Bu da nədən yanadır? Tutaq ki, istifadəçi hər hansı bir əməliyyatı yerinə yetirərkən əməliyyat sistemi dəqiqləşdirir, görürsən, bunu edim, yoxsa etməyim. Deyək ki, hər hansısa bir faili silirsiniz, deyək ki, yaddaşa verirsiniz. O zaman dialoq pəncərəsi açılır. Dialoq pəncərəsini kiçiltmək, böyütmək olmur. Ya təsdiq eləməliyik, ya da ləğv eləməliyik. Əlavə olaraq sorğu pəncərəsi var. Sorğu pəncərəsi də hər hansısa bir əsasən proqramlarda işləyərkən həmin proqram haqqında müəyyən məlumatları, köməkçi məlumatları verməkdən yana istifadə olunur. Sorğu pəncərəsi ilə dialoq pəncərəsini qarşıdırmayın. Sorğu pəncərəsi köməkçi məlumatlar verməkdən yanadır. Dialoq pəncərəsi isə istifadəçi ilə əməliyyat sistemi arasında interfeys yaratmaqdan yana istifadə olunur. Gəlir növbəti dərsimiz iş masası və onun elementləri. İş masası əməliyyat sistemi yüklendikdən sonra qarşımıza çıxan bax bu pəncərə iş masası adlanır. İş masasının üzərində haqqında danışdıq. Simgələr olur. Aşağı hissədə tapşırıqlar zolağı. Tapşırıqlar zolağının Windows 10-a qədər əməliyyat sistemlərində sol tərəfində baş menü yerləşir. Artıq Windows 11-də o da mərkəzdə yerləşdirilir. Sağ tərəfində isə bildirişlər sahəsi yerləşir. İş masasında olan obyektləri, iş masasında olan simgələri çeşidləmək və nizamlamaq mümkündür. Onun üçün iş masasında sağ düyməsini vururuq. Asılan kontekst menusundan View görünüş bəndindən iş masasında olan simgələrin görünüş ölçülərini dəyişə bilirik. Bunlar small, medium, large icons şəklində olur. Yəni kiçik, orta və böyük ölçüdə ola bilir. Bunu buradan seçib nizamlaya bilirik. Əlavə olaraq görünüşlə bağlı Alt Arrange Icons, Align Icons to Grid, Show Desktop Icons mövcuddur ki, Alt Arrange Icons simgələri sol tərəfdən nizamlı şəkildə düzür.
Bunu əgər biz yerinə yetirsək, simgələri öz aralarında yerlərini dəyişə bilsək belə, tutub bir tərəfdən başqa bir tərəfə apara bilmirik. Align icons to grid isə bizim görmədiyimiz monitorun arxa hissəsində matrisdə şəbəkə, tor şəbəkəsi mövcuddur ki, hər simgəni həmin torun xanalarında yerləşdirir ki, align icons to grid-i vurduqda isə ümumiyyətlə başdan, yəni bir-bir başlayaraq simgələri düzür ki, bu zaman ümumiyyətlə simgələrin yerini dəyişdirmək mümkün olmur. Show desktop icons. Bu nədən yanadır? Bunu əgər qarşısında tik işarəsi, bu işarə varsa, elementlər görsənəcək, yoxdursa görsənməyəcək. Yəni nə zaman ki, baxdınız, gördünüz ki, ekranda simgələr görsənmir, qorxmayın, təşvişə düşməyin, aparıb formatlamayın, sadəcə olaraq sağ düyməni vurun, gəlin bunu mütləq yoxlayın. Yəni dəfələrlə bu şey baş verir. View-la, yəni görünüşlə bağlı bu qədər. Sort by, bu isə iş masasında olan elementləri adına, ölçüsünə, tipinə və son dəyişdirilmə tarifinə görə nizamlamaq, çeşidləməkdən yana istifadə olunur. Name, ad, size, ölçü, item type, tipi, formatı, date modified dəyişdirilmə, son dəyişdirilmə tarifinə görə nizamlayır. Ondan sonra baş menu haqqında danışsaq, yəni bax bu hissə haqqında danışdıq, baş menu haqqında danışsaq, adından da məlum olduğu kimi start, baş menu, əsas menu, yəni Windows əməliyyat sisteminin əsas menusudur. Buradan biz kompüterə yüklü olan proqramlara baxa bilərik, faillər və qovluqlara keçid eləyə bilərik, proqramlardan əlavə xidməti proqramlara keçid eləyə bilərik. Yəni bir sözlə baş menunu vuraraq biz əməliyyat sisteminə ya kompüterə yüklənmiş bütün obyektlərlə tanış ola bilərik. Axtarış sahəsində istənilən axtardığımız obyektin adının, simvollarının bir neçəsini daxil eləməklə həmin obyekti tapa bilərik. Obyekt dediyim burada fail, proqram və yaxud da qovluq ola bilər. Sağ tərəfə baxsaq, tapşırıqlar zolağının sağ tərəfində bildirişlər sahəsi dedik. Burada yerləşir. Burada dili nizamlamaq üçün düymə var. Buradan nizamlanır. Bunlar haqqında danışacağıq. Əlavə olaraq saatı tarix zamanı nizamlamaq üçün və saatın üzərində vururuq. Qarşımıza saat, tarix, vaxtla bağlı nizamlamalar buradan qarşımıza çıxır. Gözləyə açılsın. Baxın, şu əlavə nəyimiz var? Bunlar haqqında danışdıq, o açılsın. Buradan göz görmələrdə hər bir haqqında əlavə məlumat təbii ki verməyəcəm. Vaxtımız çox azdır. Kitabda verilən tamam fərqlidir. O Windows 7 üzərində qurulub. Hal-hazırda
Windows 7 demək olar ki, istifadə olunmur. Windows 7-dən sonra, məsələn, 8-dir, 10-dur, 11-dir. Bunlarda biraz ondan fərqlidir. Burada yerləşdiyin coğrafiya, yəni zona təyin olunur. Ondan sonra vaxtın internet üzərindən avtomatik tənzimlənməsi buradadır. Sahadın düzəldilməsi, yəni sahadın köklənməsi üçün bax bu change, burada yerləşən change düyməsindən istifadə olunur. Əlavə olaraq burada bir şey bayaq qaldı. Deyək ki, iş masasında görünüşün dəyişdirilməsi və yaxud da iş masasına screen saver, yəni ekran qoruyucusunun qoyulması üçün yenə sağ düyməni vururuq. Bax, burada personalize, bu qalmışdı. Bu display settings ümumiyyətlə ekranla bağlı tənzimləmələrdir. Bu hissiyə kontrol paneldən də baxacağıq. Personalize ilə indi hansı əməliyyatlar yerinə yetirmək mümkündür? Ona baxaq. Bu ümumiyyətlə personalization, personalize, fərdiləşdirmədir. Burada müxtəlif temalar mövcuddur. Bu temalardan hər hansısa birini seçib iş masasına qoymaq mümkündür. Buradan Teams seçirik. Ümumiyyətlə desktop icon settings. Bu hissədən desktopda yerləşən xüsusi qovluqlarla bağlı düzəlişlər aparmaq mümkündür. Xüsusi qovluqlardan biz bir dənə susmaya görə əməliyyat sistemi yüklənəndə recycle bin, çöp qutusu orada olur. Digərlərini buradan əlavə edirik. Onların görünüşünü dəyişdirmək və yaxud onların ekranda görünməməsini təyin eləmək üçün bax, buradan desktop icon settings buradan istifadə edirik. Ekranı tutur, mən yaxşı görmürəm bunu. Yaxşı dursun bura. Donma var. Ekran qoruyucusunun təyin olunması. Personalization'dan lock screen seçirik. Burada screen saver düyməsinin üzərində vururuq. Qarşımıza belə bir pəncərə çıxır. Mən hazırda non məndə seçildi. Yəni mən screen saver'dan istifadə eləmirəm. Əgər kimsə onu təyin eləmək istəyirsə, bax bu ox işarəsini vurursunuz. Buradan hər hansısa birini seçirsiniz. Wait bölümündən bu hal-hazırda seçmədiyimə görə qeyri-aktivdir. Deyək, hər hansısa birini seçim. Bunu seçdik. Wait bölümündə bu nədən yanadır? Klaviatura və sitan nə qədər müddət hərəkətsiz qaldıqda ekran qoruyucusu qarşımıza çıxsın. Buradan təyin olunur. Yəni minimum 1 dəqiqədir. Biz bunu təbii ki artıra da bilərik. Ümumiyyətlə personalizationla bağlı əməliyyat həddindən artıq çoxdur. Sizin çərçivədə bəzisini verib, yəni 1%-ni deyək ki, verib, belə deyək ki, özləri üçün hansını vacib hesab edirlərsə, deyək ki, o verilir, biz də onun haqqında danışırıq. Təbii ki, əlavədən, məsələn, öyrənmək istəyirsinizsə, fərdi olaraq bunların hər birinin özü fərdi şəkildə yoxlayıb digər əməliyyatlarla tanış ola bilərsiniz. Bu da screen saver ilə bağlı. Baş menü haqqında bayaq danışdıq.
baş menü haqqında danışdıq. İndi əlavə olaraq burada bu da vacib hissədir. Fail və qovluqlar üzərində əməllər. Bununla bağlı bir şey deyim sizə. Ümumiyyətlə, deyək ki, hər hansısa bir qovluğu açırıq. Həmin qovluqda faillər var. Deyək ki, digər alt qovluqlar var. Hal-hazırda bax, gördüyünüz 9 element. Əgər qovluğun daxilində neçə dənə element varsa, onun sol aşağı küncdə sayı yazılır. Məsələn, burada ikisi deyək ki, faildir, digərləri bu qovluq üçün, digərləri alt qovluqlardır. Bunların görünüş rejimləri müxtəlif görünüş rejimlərində ola bilər. Yəni, üstünə görə necə, mən o şəkildə işlədirəm ki, elə də önəmi yoxdur dəyişməyin. Amma istənilən vaxtda bunu görünüş rejimlərini dəyişmək mümkündür. Görünüş rejimlərini dəyişmək üçün burada view vurursunuz. Sizin qarşınıza çıxacaq extra, large icons, medium icons, small icons, list, details, tiles və nə qaldı? Content. Bura, baxın, bunlar nədən yanadır? Adından bax, göründüyü kimi extra large icons, daha böyük ölçüdə elementləri göstərməkdən yana istifadə olunur. Bu zaman elementlər çox böyük şəkildə əks olunur və element nəyə aiddirsə, onun ilk kadr eskizi görünüşündə, yəni şəklində görsənir. Tutaq ki, bizim qovluğumuzda video varsa, həmin videonun ilkin kadrı əks olunur. Və yaxud da deyək ki, şəkil varsa, şəklin ilkin eskizi əks olunur. Çox böyük görünüşdür. Large icons dediklərimizin hamısı buna da aiddir, sadəcə biraz kiçik ölçüdə olur. Medium orta ölçüdə, small iconsda isə ondan kiçik ölçüdə olur və elementlər sətir üzrə əlifba sırası ilə düzülür. List eyni small icons kimidir, burada sütun üzrə düzülür. Detailsdə isə elementlər cədvəl şəklində əks olunur. Burada əlavə olaraq obyektlərin həcmi və son dəyişdirilmə tarihi əks olunur. Tiles-da pletkadır, pletka şəklində, yəni bu şəkildə əks olunur. Bunlar hər birinə bir-bir baxacaq. Bir də content var. Content də daha ətraflı məlumat verir. Yəni, contentə əgər seçsək, digərlərinə nəzərən, yenə bu şəkildə sıralanır, amma digərlərinə nəzərən daha ətraflı bizə məlumat verir. Bunların, məsələn, bunları vurmadıq. Tabii ki, extra large icons bu şəkildədir. Large icons bu şəkildə, medium icons bu şəkildə. Bu da qovluq pəncərəsində olan obyektlərin görünüş rejimləridir. Uşaqlar, bu fail və qovluqlarla bağlı digər məsələlərə də baxaq. Ondan sonra fail sistemi və idarə etmə panelinə baxaq və əməliyyat sistemlərini yekunlaşdıraq. Fail və qovluqlarla bağlı, deyək ki, yeni bir fail və yaxud da qovluq yaratmaq istəyiriksə, sağ düyməsini həmin obyekti yaradacağımız yerdə vururuq. Bu iş masası da ola bilər, disk də ola bilər, qovluq da ola bilər. Vururuq, yəni hamısında prinsip eynidir. Sağ düyməni vuruq, gəlir burada new, yeni bəndindən, folder, qovluq, shortcut, deyək ki, hər hansısa bir obyektin qısa yolu və burada sadalanan proqramları birbaşa buradan, yəni sağ düymə ilə kontekst menusundan yarada bilir. Məsələn, deyək ki, qovluq yaratmaq istəyirsə, folder vurduq. Bax, bu qovluq qarşımıza çıxdı. Deyək ki, bir Word sənədi yaratmaq istəyirsə, gəldik burada new, Word document. Bunu vurduq. Qarşımıza Word sənədi çıxır. Fikir verirsinizsə, Word sənədini yaratmışam. Microsoft Office Word-ün eskizi burada əks olunub ki, biz bu yaratdığımız failin hansı tipə aid olduğunu bilək.
Əlavə olaraq biz fayl və qovluqları yarada bilərik, kopyalaya bilərik, yerini dəyişə bilərik, kəsə bilərik, ləğv edib, yəni silə bilərik. Bu kimi əməliyyatları yerinə yetirə bilərik. Təbii ki, bunların da bir neçə üsulu var. Yenə sağ düyməni vururuq. Sağ düyməni vurduqda kopyalayır, create, shortcut. Kısa yol yaradır, delete, silir, rename, adını dəyişir. Bunu yəni bilirsiniz, klaviaturadan da birbaşa qısa yollar şəklində də yerinə yetirilə bilər. Bunlar haqqında yəni çox qalmaq istəmirəm bunların üzərində. Yəni fayl və qovluqlarla bağlı, yəni bu kimi əməliyyatları da yerinə yetirmək mümkündür. Bir dənə diqqətinizi ona çəkim ki, drag and drop texnologiyası vasitəsilə fayl və qovluqların yerini dəyişmək də mümkündür. Yəni kontekst menusundan istifadə etmədən gəlirik obyektin üzərindən sisal sol düyməsini sıxırıq və sisanı hərəkət edirik. Bu zaman bax gördünüz, mən qovluğun yerini dəyişdim. Əgər bu yer dəyişmə zamanı qovluğun obyektin əvvəlki yerində qalmasını da istəyirəmsə, klaviaturadan kontrol düyməsini basılı saxlayıram və sisanın sol düyməsini sıxıram, hərəkət etdirirəm, sisanın sol düyməsini buraxıram, ondan sonra kontrol düyməsini buraxıram və nə edirəm? Bunun kopyasını da eyni zamanda yaratmış oluram. Yəni kontrol düyməsi iştirak daşınma və bu texnologiyada, yəni daşınma zamanı kontrol düyməsi iştirak eləyirsə, bu zaman kopyasını yaratmış oluruq. Silinən fayllar recycle bin çöp qutusuna gedir. Əgər biz bunu çöp qutusuna getmədən birbaşa silmək istəyiriksə, shift delete düyməsindən istifadə edirik. Bax, qarşımızda dialog pəncərəsi çıxır və fon haqqında danışırdım. Buradan yes deyirik və artıq yəni yeni nə yaratmışdımsa silindi. Bir də obyektin üzərində sağ düyməsini sıxıb gəlib buradan properties bəndindən həmin obyektin xüsusiyyətlərinə baxa bilərik. Xüsusiyyətlər deyəndə tam adı, öz həcmi, diskdə tutduğu həcmi, yerləşdiyi yer haqqında məlumat əldə edə bilərik. Baxın, qarşımıza belə bir general, ümumi pəncərədə məlumat çıxır. Buradan deməli, baxın, öz ölçüsü. Bu arada bu location, bax, yerləşdiyi yerdir. Yəni, bu harada yerləşir? Öz ölçüsü 910 baytdır. Diskdə nə qədər yer tutur? 1 kilobayt. Bir klaster, yəni 4 kilobayt. Nə vaxt dəyişdirilib, nə vaxt yaradılıb, nə vaxt dəyişdirilib, bunlar haqqında da məlumat var. Yaxşı, bu pəncərə belə qalsın. İndi bu klaster məsələlərində bunu elə sizə praktiki göstərəcəm ki, niyə belədir. Öz ölçüsü 910 baytdır, amma diskdə 4 kilobayt tutur. Bu belə qalsın. Davam edək dərsimizin digər hissəsi ilə. Nəhayət gəldik nəyə? Fayl sistemləri və idarə etmə paneli. Ümumiyyətlə, kompüterdə olan fayllarla işləmək, faylları idarə etmək üçün fayl sistemindən istifadə olunur. Fayl sistemi File Allocation Table, yəni FAT adlanır. FAT16, FAT32, NTFS adlı fayl sistemləri mövcuddur. Yeni nəsil kompüterlər dediyim olar ki, FAT16-dan FAT32-dən istifadə olunmur. Hal-hazırda NTFS fayl sistemindən istifadə olunur. Sizlə yadınızdadırsa, xarici yaddaşın, yəni disk haqqında danışarkən demişdik ki, diskin hər iki üzündə zığırlar olur. Məlumat yazılarkən həmin zığırlara yazılır. Diskin oxuma yazma başlığı həmin məlumatı diskin üzərində olan zığırlardan oxuyur. Zığırlar hər iki tərəfdə dairəvi şəkildə yerləşir. Həmin zığırların özləri bölünür sektorlara. Məlumat yazılarkən sektorlara yazılır. Yəni, həddindən artıq, yəni milyonlarla, milyardlarla sektor var. Fayl sistemi bu sektorların hər biri ilə fərdi işləmək yerinə
bir neçə sektorlar qrupu, yəni klasterlər ilə işləyir. Sektor məlumat yazılıb silinə bilən ən kiçik yaddaş sahəsi, yaddaş bloku həcmi 512 bayta bərabərdir. Bir neçə sektor birləşir, klaster əmələ gətirir ki, klasterin də həcmi susmaya görə 4 kilobayt olur, amma əməliyyat sistemi, istifadəçi əməliyyat sistemini dəyişərək həmin klasterin ölçüsünü özü təyin eləyə bilər. Amma adətən 4 kilobayt olur. Klasterin həcmi nə qədər az olsa, kompüterin diskində itki o qədər az olacaq. Bax, burada qrafik şəkildə, daha əyani şəkildə cığır nədir göstərir, cığır sektoru nədir göstərir, sektor nədir və klaster diskdə necə yerləşir, hər biri haqqında məlumat verir. Fayl sistemi haqqında da belə bu qədər kifayətdir. Əlavə olaraq sizə onu deyim ki, bax, biz klaster məsələlərini həll edəcəyik. Bura baxın bayaqçı pəncərəyə. Bu pəncərəyə baxın, uşaqlar. Mən buradan görə bilirəm ki, mənim fail sistemimdə klasterin həcmi 4 kilobaytdır. Hardan görürəm? Çünki mənim 910 baytlıq faylım yaddaşda 4 kilobayt yer tutur. Yəni, bir dənə klasterə yerləşir. Öz həcmi ola bilsin ki, 910 baytda, yəni 1 kilobayta heç çatmır. Amma yerləşdiyi klasteri məşğul etdiyinə görə biz bax, bu failin yerləşdiyi klasterə əlavə məlumat yaza bilmədiyimiz üçün, yəni ikinci bir məlumatı yaza bilmədiyimiz üçün, elə bu failin özü bir klasteri məşğul edir. Məşğul elədiyinə görə də artıq nə olur? 4 kilobayt yer tutmuş olur. Biz sizlə klaster məsələlərini həll edəcəyik. Klaster məsələlərini həll edərkən mütləq fikir verməliyik ki, failin yazıldığı disk hansı klasterdən istifadə edir, failin öz həcmi və failin öz həcmi nə qədərdir, fail yazılarkən neçə klasterdən istifadə olunacaq və failin yazıldığı yerdə failin həcmi nə qədər olacaq. Kifayət şəkildə belə bir nümunə desək, deyək ki, 18 kilobaytlıq əlimizdə failimiz var və əməliyyat sistemi klasteri, diskin klasteri 4 kilobaytdır. Bu yaddaşda nə qədər yer tutacaq? Nə edirik? 18-i bölürük 4-ə və tam bölürük. Yəni 18-dən yuxarı 4-ə bölünən nə var? 20 var. 20-ni bölürük 4-ə və deyirik ki, bizə 5 dənə klaster lazım olacaq. Hər bir klasterdə 4 kilobayt olduğundan 18 kilobaytlıq fail kompüterin yaddaşında 20 kilobayt yer tutacaq. Əgər sizdən klasteri soruşursa, elə, deyək ki, 18-dən böyük. Əgər sizdən failin yaddaşda tutduğu yeri soruşursa, məsələn, deyirsiniz ki, 18-dən böyük 4-ə bölünən nə var? 20 var. Deyirsiniz ki, elə 20 kilobayt yer. Yox, əgər sizdən klaster faili soruşursa, 18-dən böyük nə var? Deyirik, 20 var, 20 bölüsü 4-ə bizə 5 dənə klaster lazım olacaq deyirik. Təbii ki, həmişə 4 kilobayt olmur, tutmaya görə 4 kilobaytdır. Məsələlərdə müxtəlif həcmli klasterlərdən istifadə olunacaq. Onu da nəzərə alarsınız. Dərsin girişində fail sisteminin hiyerarxik olduğunu, yəni ağacvari olduğunu sizə demişdim. Bax, burada da əyani şəkildə göstərir. Baxaq ki, burada C diskidir. C diskinin içərisində nə var? Games var, My Documents var, Catalogs var. My Documents'in içərisində nə var? Azərbaycan tarixi. Azərbaycan tarixinin içərisində nə var? Şəxsiyyətlər və My Documents'in digər tərəfində nə var? İnformatika var. Bax, görürsünüz bu hissəni. Bu arada üzü belə olan, əgər o üzü belədirsə, demək, onun bu qovluğun içərisində nəsə, hər hansısa bir qovluqlar var. Üzü belədirsə, artıq heç nə yoxdur deməkdir. Bu şəkildə gəldik idarə etmə paneli. İdarə etmə paneli əməliyyat sisteminin ən vacib qovluğudur. Əməliyyat sistemində sazlamalar, köhləmələr, istər qurğularla bağlı, istər proqramlarla bağlı hər şey bax, bu idarə etmə paneli vasitəsilə yerinə yetirilir. İdarə etmə panelinin görünüş rejimləri
üçtürdür. Kategori, small icons, bir də large iconsdır. İndi idarəetmə panelini açacağım. Ondan öncə daha sonra idarəetmə panelində nələr var? İdarəetmə panelinin kateqoriyaları 8 dənədir. Sistem və təhlükəsizlik, şəbəkə və internet, hardware and sound, Azərbaycancası nə idi? Yəni səs və aparat təminatı, proqramlar, istifadəçinin hesabları və alət təhlükəsizliyi, görünüş və fərdləşmə, saat, dil və regionun tənzimləməsi və nəhayət easy of access. Bunların hər biri haqqında qısa məlumat verək və davam edək. Sistem and security, sistem və təhlükəsizlik və bunu hətta mən kontrol paneli açım. Kontrol paneli açdıqda bax qarşımıza kateqori, view by, yəni görünüş rejimindən kateqori çıxır. Kateqoriyada 8 dənə kateqoriyadan yəni istifadə olunur. Biz daha ətraflı əgər görmək istəyiriksə, buradan small icons seçirik və burada artıq daha ətraflı hansı tənzimləmələri aparacaqsa, daha ətraflı bizə göstərir. Kateqoriya qayda, burada sistem and security, sistem və təhlükəsizlik ilə bağlı tənzimləmələr var ki, biz burada məsələn sistem ilə bağlı, elektrik enerjisi ilə bağlı, ondan sonra fayl və yaxud da qovluqların arxivləşdirilməsi ilə bağlı bir çox əməliyyatları yerinə getirə bilirik. Təbii ki, hər biri haqqında əlavədən yəni danışmayacaq, üstündən keçirik. Daxil edilədiyim kimi, kimsə yəni fərdi şəkildə daha dərindən öyrənmək istəyirsə, kompüter qoysun qabağına, başlasın bunları qurtalamağa. Bir nə isə silməyin, sistem diskindən proqram faillərini silməyin. Qalan nə dəyişiklik eləyirsinizsə eləyin, sistem diskinə heç bir, yəni kompüterə heç bir ziyanı olmayacaq. Yəni deyirəm, sistem faillarına dəyinməlidir. Ondan sonra network and internet, şəbəkə və internet, kompüterdə ümumiyyətlə şəbəkə, internetlə bağlı, brauzerlərlə bağlı, şəbəkəyə erişimlə bağlı bütün əməliyyatlar bax buradan yerinə yetirilir. Hardware and sound, bu da geniş kateqoriyadır. Bu kateqoriyada kompüterin texniki qurğuları və eyni zamanda səslə bağlı tənzimləmələri həyata keçirə bilərsiniz. Program, adından da məlum olduğu kimi, kompüterdə olan tətbiqi proqramların onlarla bağlı nizamlamaları, onların uzaqlaşdırılması və ya modify, dəyişdirilib düzəldilməsi ilə bağlı əməliyyatları yerinə yetirə bilərsiniz. User accounts and family security, burada istifadəçi hesabları ilə bağlı geniş yəni tənzimləmələr aparmaq mümkündür. İstifadəçi hesabı yaratmaq, ləğv etmək, yaratdığımız istifadəçi hesabının inzibatçı, qonaq və yaxud da standart olmasını təyin eləmək, şifrə qoymaq, ləğv etmək kimi əməliyyatları buradan yerinə yetiririk. Appearance and personalization, görünüş və fərdləşmə ilə bağlı əməliyyatları buradan yerinə yetiririk. Clock and region, bax, haqqında danışdıq. Mən buradan bildirişlər sahəsindən daxil olmuşdum. Eyni ilə buradan da daxil olmaq olar. Bu arada uşaqlar, idarəetmə paneli tək çıxış yolu deyil. Yəni tənzimləmələrin aparılması ilə bağlı tək yer deyil. Windows əsasən də 10 və 11 əməliyyat sistemi elə qurulub ki, bir obyektlə bağlı tənzimləməyə bir neçə yerdən biz daxil ola bilirik. Hələ də haqqında danışdığımız appearance and personalization. Bu biraz düzdür, qarma-qarışıqlıq da yaradır. Yəni biraz çox qarışıqlıq yaradır da istifadəçi bilmir ki, hardan nəyi etsin. Bu Windows 7-də məsələn daha konkret və daha başa düşülən idi. Amma 10-11-də biraz çox qarma-qarışıqdır. Olsun da, yəni əgər bir obyektlə bağlı tənzimləmə aparırsa, bunun fərqi yoxdur, hardan daxil oluruq.
Saat və tarix rejim haqqında bayaq danışmışdıq. Gəldik Easy of Access. Easy of Access erişim asanlığı deməkdir. Bu da məhdud imkanlara malik şəxslərin kompüterdən daha rahat istifadə etməsi üçün istifadə olunan kateqoriyadır ki, biz burada bu kateqoriyalarda məsələn maqnitor var, narrator var, yəni böyüdücü, ondan sonra səsin daha yaxşı başa düşülməsi kimi alətlər var ki, o alətlərdən istifadə eləməklə məhdud imkanlara malik şəxslər kompüterdən daha rahat şəkildə istifadə edə bilər. İdarəetmə paneli haqqında bu qədər. Yəni, mənə elə gəlir ki, kifayətdir. Məsələn, bəzi idarəetmə panelindən biz çox vaxtı nə zaman istifadə edirik? Zərurət yarandıqda da, məsələn, səslə bağlı tənzimləmədir, heç ehtiyac olmur. Klaviatura ilə bağlı tənzimləmədə ehtiyac olmur. SISA ilə bağlı tənzimləmədə, Ease of Access ilə bağlı tənzimləmədə çox vaxtı ehtiyac yəni olmur. Zəruri olar, məsələn, hardware ilə bağlı ola bilər, network and internet ilə və ya user account ilə, appearance and personalization ilə, bunlarla bağlı ola bilər. Onlarda da çox dərin, yəni ehtiyac olmur. Ehtiyac olan vaxtda daxil olub bu şəkildə tənzimləmələri yerinə yetirə bilərsiniz. Kompüterin elektrik enerjisinin sərfiyyatı haqqında biraz danışaq. Yəni, istənilən bir qurğu elektrik enerjisinə nə qədər az istifadə eləsə, yəni sərfiyyatı nə qədər az olsa, yəni yaxşı kompüterdə onlardan biridir. İstifadə etmədikdə, biz kompüteri istifadə etmədikdə kompüterin bəzi modları var ki, rejimləri var ki, kompüter, əməliyyat sistemi kompüteri həmin rejimlərə sala bilir. Həmin rejimlər sleep yuxu rejimidir, hibernate qış yuxusu rejimidir və əlavə olaraq shutdown var ki, ümumiyyətlə kompüterin söndürülməsidir. Sleep, yəni bu mürcü mənasındadır. Sana və yaxud da klaviaturada həmsə bir düyməyə dəyən kimi əməliyyat sistemi dərhal özünü bərpa eləyir. Amma bu rejimdə elektrik enerjisi hardasa 7-10% qədər düşə bilir. Proqramlar və yaxud da açıq olan hər hansısa bir sənəddir. Bunlar hamısı sərt diskdən bağlansa da RAM-da qalır və ona görə də dərhal bərpa edə bilir. Amma qış yuxusu rejimində kompüterin istifadə olunmayan bütün bloklar demək olar ki, söndürülür. Kompüterin ilkin vəziyyətinə qayıtması biraz zaman alır. Shutdown-da isə ümumiyyətlə kompüter enerjidən kəsilir və açıqda olan bütün proqramlar bir dəfəlik bağlanır, hətta RAM-da belə qalmır. Shutdown-da 4-5 watt istifadə olunur. Hibernate-də isə 5-10 watt elektrik enerjisindən istifadə olunur. Əlavə olaraq user account haqqında bayaq danışdıq, dedik ki, istifadəçi hesabları yaratmaqdan yana istifadə olunur. İstifadəçi hesabları administrator və yaxud da inzibatçı şəklində ola bilər. Bu əsas istifadəçidir. Standart istifadəçi ola bilər, bir də qonaq ola bilər. Administrator bütün kompüterin hüququ əlində olur. O, kompüterlə bağlı istənilən dəyişiklikləri yerinə yetirə bilir. İstər hər hansı bir proqramın yüklənməsi olsun, silinməsi olsun, digər istifadəçi hesablarının yaradılması, silinməsi bu kimi əməliyyatlara birbaşa yerinə yetirə bilir. Standart istifadəçi hesabı isə inzibatçıdan biraz geri qalır. O kompüterdən adı səslən dəyişiklikləri yerinə yetirə bilmir, amma kompüterin bütün imkanlarından istifadə edə bilir. Standart istifadəçi də kompüterdə müvəqqəti deyil, daimi hesabdır. Amma müvəqqəti hesab olan guest qonaq var ki, qonaq sadəcə olaraq müəyyən, yəni bir zaman müddətində kompüterdən istifadə edir. O da standart istifadəçi kimi onun da kompüterlə bağlı yerinə yetirdiyi əməliyyatlar məhduddur. Bir də kompüterin uzaqdan
idarə edilməsi mövzusu var. Bu haqda da danışaq da dərsimizi yekunlaşdıraq. Kompüterin uzaqdan idarə edilməsi, yəni bir kompüter istifadəçinin icazəsi ilə digər kompüterin istifadəçisinin həmin istifadəçinin kompüterinə daxil olması, orada müəyyən dəyişikliklərin yerinə yetirilməsi üçün əsasən istifadə olunur. Bir şəbəkədə olan, ümumiyyətlə bir şəbəkədə olan kompüterləri hər hansısa bir proqram istifadə etmədən də birləşdirmək olar. Yəni birini digərinə qoşub onu idarə etmək mümkündür. Amma bir şəbəkədə olmayan kompüterləri bir-birinə bağlamaq, birləşdirmək üçün müəyyən proqramlar mövcuddur ki, o proqramlardan istifadə olunur. Bunlardan da ən geniş yayılanı TeamViewer proqramıdır. Əlavə olaraq Radmin adlı proqram var. Bir də burada digərləri sadalanmalıdır. Mən yadımda qalan TeamViewer və Radmindir. Remote PC hətta o yadımdadır. Görün burada tapa bilsəm deyəcəm. Remote PC-dir, Radmindir, TeamViewer-dır. Digərləri də bax, Radmin, Aero Admin, hətta Remote PC, Snapshot və Light Manager. Bu proqramlardan da istifadə eləməklə bir kompüteri digərinə birləşdirmək mümkündür. Əməliyyat sistemi ilə bağlı bu qədər. Mən burada, yəni hardasa bir belə deyək, burada yazılanların hardasa bir 70-80%-ni dediyim vacib olanları sizin üçün izah elədim. Mən demədiklərimi də siz əlavədən oxuyasınız.